Heç öz münasibətinizdə fərqli bir dildə danışdığınızı hiss etmisinizmi? Siz biri ilə bir həyat qurursunuz. Zarafatları, arzuları və bazar səhərinin sakit rahatlığını bölüşürsünüz. Problemləri həll edirsiniz, təmin edirsiniz, qoruyursunuz. Yaxşı bir kişinin etməli olduğuna inandığınız hər şeyi edirsiniz. Sonra bir gün oyanırsınız və yanınızdakı yad bir insandır. İstilik yox olub, yerini izah edə bilmədiyiniz bir məsafə alıb. O deyir, sən qulaq asmırsan, amma siz hər kəlməni xatırlayırsınız. O deyir, sən mövcud deyilsən, amma siz oradasınız. Məsələni məntiqlə, vədlərlə, böyük jestlərlə düzəltməyə çalışırsınız, lakin bu əlinizlə tüstü tutmağa çalışmaq kimidir. Əlaqə zəifləyir və qurduğunuz sevgi əriyir, sizi tamamilə çaşqın və qəlbi sınıq vəziyyətdə qoyur. Bu his, bu çaşqınlıq şəxsi uğursuzluq deyil. Bu, görünməz mürəkkəblə yazılmış bir xəritəni oxumağa çalışmanın nəticəsidir. Kişilər və qadınlar təkcə fərqli deyillər. Biz dünyaya tamamilə fərqli daxili idarə etmə sistemləri ilə naviqasiya edirik. Kişilər məntiq, istiqamət və problem həlli kompası ilə işləyirlər. Qadınlar isə təhlükəsizlik, əlaqə və sabitlik üçün daim ətrafı yoxlayan mürəkkəb bir emosional sonarla naviqasiya edirlər. Bu gün biz təkcə xəritəyə baxmayacağıq. Biz görünməz mürəkkəbi üzə çıxaracağıq. Sizin həmişə əski etdiyiniz tezliyə köklənəcəyik ki, onun bütün bu müddət ərzində danışdığı dili nəhayət başa düşəsiniz. Kişilər üçün ən böyük məyusluqlardan biri qadın emosiyalarının məntiqsiz görünməsidir. Bir dəqiqə hər şey yaxşıdır, növbəti dəqiqə isə 3 həftə əvvəl dediyiniz bir sözə görə fırtına qopur. Siz məntiq tətbiq etməyə, problemi həll etməyə çalışırsınız. Lakin bu vəziyyəti daha da pisləşdirir. Niyə? Çünki siz emosiyanın məqsədini səhv başa düşürsünüz. Onun emosiyaları sistemində bir xəta deyil. Onlar onun ünsiyyət proqramının əsas xüsusiyyətidir. O sizə bir şikayət və ya narahatlıqla yaxınlaşdıqda, o çox vaxt həll yolu axtarmır. O bir emosional təklif göndərir. Məşhur münasibətlər tədqiqatçısı Dr. John Gottman bu konsepsiyanı müəyyən edib. Emosional təklif əlaqə üçün bir sorğudur. Bu bir sınaqdır, lakin pis niyyətli deyil. Onun şuuraltı olaraq verdiyi sual budur. Sən mənim yanımdasan? Sən məni görürsən? Bizim hələ də bir əlaqəmiz var? Deyək ki, o işdəki stresli günündən şikayətlənir. Məntiqi kişi reaksiyası həll yollar təklif etməkdir. Müdürünlə danışmalısan və ya bəlkə yeni bir iş axtarmalısan. Sizin üçün bu faydalıdır. Onun üçün isə siz məsələni tamamilə qaçırdınız. Siz onun hissləri ilə əlaqə qurmadınız. Həll yolu ilə onu rədd etməyə çalışdınız. Düzgün reaksiya əvvəlcə onun emosional dünyasına daxil olmaqdır. Vah, bu həqiqətən çətin məsələ idi. Mənə nə baş verdiyini daha ətraflı danış. Bunu etməklə siz onun emosional təklifini qəbul etmisiniz. Siz əlaqənin hələ də güclü olduğunu sübut etmisiniz. Onu təhlükəsiz hiss etdirmisiniz. Yalnız bu əlaqə təsdiqləndikdən sonra hər hansı bir məntiqi problem həlli başlaya bilər. Bu sınaqlar daimidir. O, bu paltarda kök görünürəm, deyə soruşanda, o, moda tənqidini soruşmur. O, sən hələ də məni cazibədar hesab edirsən, mən hələ də sənin üçün arzu olunanam, deyə soruşur. Bu, təsdiqlənmə təklifidir. Sualların arxasındakı sualı eşitməyi öyrəndikdə, siz onu emosional biri kimi görməyi dayandırır və onu inanılmaz dərəcədə təsirli bir ünsiyyətçi kimi görməyə başlayırsınız. Sadəcə olaraq əvvəllər onun dilində səlis danışmırdınız. Qadınlar sosial dinamikaya dərindən kökləniblər. Bu, boşboğazlıq deyil. Bu, minillər ərzində inkişaf etmiş sağ qalma mexanizmidir. Bir qadının sağ qalması və uşaqlarının sağ qalması qəbilə daxilində hörmət edilən, səriştəli və müəyyən bir statusa sahib olan bir kişi ilə əlaqə qurma qabiliyyətindən asılı idi. Onun beyni daim sizin sosial dəyərinizi ölçmək üçün hazırlanmışdır. Buna görə də sosial sübut bu qədər güclüdür. Başqa kişilər tərəfindən hörmət edilən və başqa qadınlar tərəfindən arzu edilən bir kişi dərhal daha cazibədar olur.
Çöldə olduğunuzda və o sizin otağa əminliklə rəhbərlik etdiyinizi görəndə və ya başqa bir qadının sizə maraqla baxdığını görəndə, bu onu sadəcə qısqandırmır. Bu sizinlə bağlı seçimini təsdiqləyir. Onun şuuraltına deyir ki, mən qalib seçdim, mən təhlükəsizəm. Əksinə, sosial cəhətdən yöndəmsiz, hörmətsiz və ya başqalarına görünməz olan bir kişi onun narahatlığını işə salır. Bu onu öz mühakiməsini şübhə altına almağa vadar edir. Bu sosial kompas həm də onun sizin dünyaya necə təqdim etməyinizə, geyiminizdən karyeranıza qədər niyə bu qədər əhəmiyyət verməsinin səbəbidir. O səthi deyil, o həyatını bağladığı kişinin gücünü qiymətləndirir. Bu instinkt həm də hipergamiyanın köküdür. Bərabər və ya daha yüksək statuslu bir partnyor axtarmaq istəyi. Müasir dünyada bu sosial media tərəfindən çox yüklənmişdir. O artıq sizi yalnız yaxın çevrəsindəki kişilərlə müqayisə etmir. O sizi planetin ən uğurlu, maceracı və romantik kişiləri ilə müqayisə edir. Bu qeyri-mümkün bir standart yaradır. Lakin onun beynindəki qədim proqram reallıqla rəqəmsal bir xatirə arasında fərqi bilmir. Bunu başa düşmək, onu günahlandırmaq deyil. Bu, onun müasir mühitinin onun qədim instinktlərinə nə qədər böyük təzyiq göstərdiyini qəbul etməkdir. Güc paradoksu. Niyə o sizin rəhbərlik etməyinizə ehtiyac duyur? Müasir mədəniyyət kişilərə daha yumuşaq, daha uyğunlaşan olmağı və qadının rəhbərliyini izləməyi deyir. Bir çox kişi yaxşı partnyor olmaq cəhdi ilə onu xoşbəxt etmək üçün öz fikirlərindən, öz istəklərindən və öz istiqamətlərindən imtina edirlər. Bu edə biləcəyiniz ən böyük səhvdir və demək olar ki, həmişə cazibənin itməsinə səbəb olur. Bir qadın qapı altı istəmir, o məqsədi və dayaq sütunu olan bir kişi istəyir. O sizin öz yolunuzda olduğunuzu və ona bu yolda sizə qoşulmağa icazə verdiyinizi bilməlidir. O onsuz belə sizin hələ də həvəsli, iddialı və öz həyatınıza nəzarət etdiyinizi hiss etməlidir. Bu maskulin çərçivənin mahiyyətidir. O sizi sınayanda, sizinlə mübahisə edəndə və ya qərarlarınızı sorğu-suala tutanda çox vaxt bu çərçivənin gücünü yoxlayır. O şuuraltı soruşur. Sən möhkəmsən? Sən təzyiqə tab gətirə bilərsən? Yoxsa yıxılacaqsan? O yaşamaq üçün kifayət qədər möhkəm olduğundan əmin olmaq üçün məcazi mənada desək, evin divarlarına təzyiq edir. Siz dərhal onun tələblərinə boyun əyəndə, fikrinizi onun fikri ilə uyğunlaşdırmaq üçün dəyişəndə və ya onu razı salmaq üçün planlarınızdan imtina edəndə sınaqdan keçə bilmirsiniz. Siz ona divarların zəif olduğunu göstərdiniz. Siz onun emosional vəziyyətinin sizin öz inanclarınızdan çox sizin reallığınıza nəzarət etdiyini bildirdiniz. Bu, onun üçün şuuraltı əslində dəhşətlidir. Ona bir lider lazımdır, izləyici yox. Bu, diktator olmaq demək deyil. Bu, öz daxili kompasınıza sahib olmaq və onu izləməkdən qorxmamaq deməkdir. Öz həyatına rəhbərlik edən bir kişi dərin cazibədar olan bir macəra və təhlükəsizlik hissi yaradır. O, öz gəmisinin kapitanıdır. O, kapitan olmaq istəmir. O, kapitanın fırtınada belə hara getdiyini bildiyinə inanmaq istəyir. Siz ona istədiyi hər şeyi verməklə ona sükanı təqdim edir və deyirsiniz, mən sürməyi bilmirəm. Onun gəmidən tullanmaq istəməsi təəccüblüdürmü? Bu, görünməz dili başa düşmək, hiləgərlik öyrənmək və ya qadınları manipulyasiya etmək deyil. Bu, təmkinli, özünə əmin və emosional cəhətdən zəkalı bir kişiyə çevrilməkdir. Bu, onun təhlükəsizlik, əlaqə və güclü rəhbərlik ehtiyaclarının sizin tənqidiniz deyil, əksinə, özünüzün daha yaxşı, daha güclü bir versiyasına çevrilməyiniz üçün dəvət olduğunu başa düşməkdir. Onun xəritəsini oxumağa çalışmaq əvəzinə, sabit, etibarlı bir kompasa çevrilməyə diqqət yetirdiyiniz zaman artıq yolunuzu azmadığınızı görəcəksiniz. Siz eyni dildə danışacaqsınız və nəhayət birlikdə eyni səyahətdə olacaqsınız.